Mehriban xanım, sual vermək olar. Ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Sizə can sağlığı arzulayırım. Allah yenə də deyirəm, iş nə görməklədir, nə oxumaqlandır, nə pullandır. Bir insanın ki, həqiqətən içində, ruhunda pislik varsa, o həmişə pis olaraq qalacaq. Məsələn, indi trollar düşüb əl ayağa, bir dənə troll var, indi şəklində göstərəcəm sizə. Çıxıb deyir ki, Emin deyir, arvad paltarında gəzir. Birincisi, yenə deyirəm ki, Emin səndən qızın yaşındadır, sən qızın yaşındadır. İkincisi, sən Eminlə ağız-ağıza verincə, sən Emini güya cəmaatın içində pərt eləməkdənsə, sən bir şeyi fikirləşməlisən ki, Emin cavan oğlandır. Emin xaricdədir. Emin dövlətin başında döyür. Eminin məsələn belə bir şey yoxdur ki, lap qızla da onu bir yerdə tutmuş olsun, qızla da bunu pasteldə çəkmiş olsun. Kişidir də, özü biliyə baxanda heç kim ona başqa bir söz deyə bilməz. Amma sən o boydana söz dedin ona ki, yəni arvad paltarında. Birincisi, sən trolun arvad paltarında deyir, danışır cəmaata, bax belə bir güya ki, Emin İsveç səfiri ilə, gör nə qədər tupoy, gör nə qədər savadsız montajçılarım var ki, mən səninlə yaşıd ola-ola, mən bəzən nənə deyirlər də, sənin trolların, eyb yoxdur, mən üçün fəxirdir. Mən 2 uşağın nəvəsiyəm, sən 9 uşağın. Amma ki, o trolların özləri utanmaz bir dənə şəkli normal montaj eləyə bilmirlər. Şəklə yaxşı fikir verin. Görürsünüz, həmin şəkildə Emin üzü tüklü, güya ki, kətçi arvad paltarında, bu güya ki, oradan çıxır, öz də qapının ağzında da hırıllayır. Əgər bu orada arvad paltarındadırsa, qəşəngcəni götürərdilər, bunun üçün parikalardılar, açki taxardılar, əyninə belə normalni kostyum geyindirərdilər, qutardı getdi. Beliyə qalanda arvad da şalvar geyinir, kişi də şalvar geyinir. Yəni ki, o belə bir şeydir. Amma həmin o uşaqlar hal-hazırda qaralayıblar da sizi hərəkətinizə görə. Alyonanın şəkillərini, qızın şəkillərini, özünün şəkillərini montaj eləyib, paylasalar, onda nətər olacaq, amma eləyəcəklər axı uşaqlar. Çünki böyüklük eləyə bilmirsən, Mehriban xanım, həqiqətən böyüklük eləyə bilmirsən. Sən öz xanımlığını saxlaya bilmirsən. Məsələ ondadır. O əlləri belə-belə eləməklə deyir, o yenə də deyirəm ki, özünə hörmət eləyən dövlət başçısı, özünə hörmət eləyən insan, öz qızı yaşında olan oğlandan o cür nə hərəkət eləməzdi. Öz qızı yaşında oğlan üçün o boydana montaj düzəltdirib, yalandan bir ikisini də örgədib ortalığa paylatmazdı. İndi güya ki, Eminə nə? Eminin vecinə də dördür, cəhənnəmə ki. Amma sən dövlət başçısısan, sən göz qabağındasan, ailen göz qabağındadır. O ailəni sən o cür biabır eləməyə nə haqqın var ki? Yaxşıdır, hər insanın həyatında səhv olur, amma sizdə ifrat dərəcədə axı, olmaz axı elə. Azərbaycan televizorlarını əməlli başlı fahişəxanaya döndərmişsiniz, yalan dalayacan. Belə, mən başa düşə bilmirəm, Azərbaycan xalqına neyinirsiniz siz? Mənim uşaqların o birinin pulunu götürüb, paylayırsınız itə qurdan. Nə var ki, hakimiyyətdə qalasınız, bəstüründə də. Siz ki, götürün, mənkilər yeməsə də olar, təki siz yiyin. Bəs onu eşdəndə, onu hərəkət eləyəndə, bəs qorxmursan ki, Azərbaycan analarının bütün günü qarğışı sənədir. Onu görmürsən, onu fikirləşmirsən sən. Nə bilim, eyvallah, Allah özü bu milləti qorusun. Nə qədər ki, Azərbaycanda yenə deyirəm, yaltaqlarımız var, bu millət çətin xoş günə çıxacaq. O qədər şərəfsiz, bir qeyrət, bir namus yaltaqlar var ki, adam özü utanır, həqiqətən. Mən məsələn, onları görəndə həqiqətən məndə allergiya başlayır ki, kişisiz, qeyrətiniz olsun, namusunuz olsun. Özünüzü fikirləşmirsiniz, heç olmasa ailenizi fikirləşin. Çünki hər sizin o trolluq eləməyinizə at o söylür, an o söylür, nəsli söylür. Ayıbdır axı, ayıbdır sizlərə.